Əziz, xəyalpərəst, mərhəmətli, duyğuları ilə kainatın dərinliklərinə süzə bilən və ruhu sonsuz bir şəfqətlə dolu olan nəcib balıqlar, hər birinizi səmimi qəlbdən salamlayıram. Ulduzların göy üzündə cızdığı o sehirli xəritəni oxumaq, planetlərin bu yay həftəsində məhz sizin üçün hazırladığı gizli mesajları, kosmik fürsətləri və həyatınızı daha da gözəlləşdirəcək ipuçlarını bölüşmək üçün yenidən bir aradayıq. Önümüzdə 22 iyun tarixindən başlayıb 28 iyun tarifinə qədər davam edəcək, daxili dünyanızı emosional bir sükunətlə dolduracaq. Yaradıcılığınızı pik həddə çatdıracaq və mənəvi inkişafınıza işıq tutacaq çox özəl bir 7 günlük zaman kəsiyi var. Bilirsiniz ki, sizin idarə edici planetiniz, xəyalların, ilhamın və qeyb aləminin rəmzi olan Neptundur. Günəşin xərçəng bürcünə keçməsi ilə birlikdə sizin üçün eşq, yaradıcılıq və ruhsal oyanış dövrü başlayır. Su ünsürünün ən duyğulu və intuitiv nümayəndəsi olaraq, bu həftə kainatın bütün rəngləri sizin qəlbinizdə bir harmoniya yaradacaq. Gəlin bu həftənin hər bir gününü, qarşınıza çıxacaq fürsətləri və ruhunuzu oxşayacaq məqamları bütöv bir hekayə kimi, saniyə-saniyə, tam səsləndirməyə uyğun axıcı bir tərzdə birlikdə vərəqləyək. Həftənin ilk günü olan 22 iyun bazar ertəsi səhərinə gözlərinizi açdığınız zaman içinizdə sanki bir ilham dalğasının dolaşdığını hiss edəcəksiniz. Həftəyə yaradıcı işlərlə, sənətlə, yazı pozu və ya insanlara kömək edəcək hər hansı bir fəaliyyətlə başlamaq sizə inanılmaz bir enerji verəcək. Bazar ertəsi günü hədəflərinizə çatmaq üçün sadəcə məntiqi deyil, intuisiyanızı da rəhbər tutmalısınız. İş mühitinizdə və ya gündəlik fəaliyyətlərinizdə bəzi insanlar sizin o incə və həssas təbiətinizi səhv başa düşə bilərlər, lakin narahat olmayın, sizin səmimiyyətiniz hər bir maneəni aşmağa qadirdir. Günün ikinci yarısında tək başına çalışdığınız, ruhunuzu qidalandıran bir layihə üzərində cəmləşmək, bəlkə də bir rəsm, bir musiqi və ya sadəcə bir ideya üzərində dərin düşünmək sizə gələcəkdə böyük müvəffəqiyyətlər qazandıracaq. Çərşənbə axşamına, yəni 23 iyun tarifinə keçid etdiyimiz zaman ünsiyyət planetimiz Merkurinin səmada yaratdığı yumşaq və axıcı təsirlər sizin fikirlərinizi, arzularınızı və hisslərinizi ətrafınızdakılara çox gözəl izah etməyə kömək edəcək. Bugün insanların qəlbinə toxunmaq, onları inandırmaq və ya sadəcə xoş bir söhbətlə günlərini gözəlləşdirmək üçün sehirli bir enerjiniz olacaq. Əgər bir müddətdir gözlədiyiniz, qəlbinizi sıxan bir xəbər varsa, çərşənbə axşamı bu məsələdə aydınlıq tapacaqsınız. Maliyyə məsələlərində isə biraz diqqətli olun, o balıqlar bəzən pulun dəyərini unutmağa meyillidir. Bugün xərclərinizi biraz nəzarətdə saxlamaq, gələcək üçün kiçik də olsa bir qənaət etmək sizə daxili rahatlıq verəcək. Sözlərinizi sevgi ilə seçin, çünki bugün söylədiyiniz hər bir xoş söz qayıdıb sizin özünüzə sevinc olaraq geri dönəcək. Həftənin ortasında, yəni 24 iyun çərşənbə günündə ayın hərəkətləri emosional dünyanızda sanki bir sakitlik və şəfa enerjisi yaradacaq. Bugün hər zamanki o aktiv, sosial balıq obrazından biraz uzaqlaşıb, tamamilə öz dünyanıza, arzularınıza və xəyallarınıza qapanmaq istəyəcəksiniz. Ailənizlə, xüsusən də valideynlərinizlə və ya sizə ana şəfqəti verən insanlarla bir araya gəlmək, onlarla nostalji söhbətlər etmək ruhunuzu təzələyəcək. Əgər ürəyinizi sıxan hər hansı bir məsələ varsa, bunu sadəcə güvəndiyiniz bir insana açmaq və ya bir vərəqə yazıb sonra onu yox etmək sizə böyük bir yüngüllük gətirəcək. Bugün sağlamlığınıza, xüsusən də ayaqlarınıza, yatarkən istifadə etdiyiniz mühitə və su balansınıza xüsusi diqqət yetirməlisiniz. Sakitləşdirici bir musiqi, ilıq bir vanna və ya dəniz kənarında qısa bir gəzinti batareyalarınızı tam doldurmaq üçün çox vacibdir. Gəldik həftənin bəlkə də sizin üçün ən romantik, sevgi və ilham dolu gününə, 25 iyun cümə axşamı. Sevgi ilahəsi Veneranın səmada parıldayan gözəl işığı sizin şəxsi münasibətlərinizə, eşq həyatınıza və qəlbinizdəki o gizli arzulara sehirli bir toxunuş edir. Əgər həyatınızda kimsə varsa, bugün aranızda sanki bir film səhnəsi kimi romantik, duyğulu və unudulmaz anlar yaşanacaq. Partnyorunuzun sizə göstərəcəyi diqqət qəlbinizdəki bütün qış buzlarını əridəcək. Subay olan balıqlar üçün isə cümə axşamı günü, bəlkə də tamamilə gözlənilməz bir mühitdə, məsələn bir kitabxanada, bir konsertdə və ya təbiət qoynunda ruhunuzun əksini xatırladan, gözlərinə baxanda özünüzü evinizdə hiss edəcəyiniz bir insanla tanışlıq ehtimalı olduqca yüksəkdir. Ürəyinizin pıçıltılarını dinləyin, o sizi heç vaxt aldatmaz. Həftə sonunun astanasında 26 iyun cümə günü diqqətiniz tam mənası ilə iş və yaradıcı layihələrinizə köklənəcək. Biz bilirik ki, balıqlar üçün iş sadəcə bir vəzifə deyil, ruhunun bir parçasıdır.
Cümə günü planetlərin mövqeyi sizə yaradıcı ideyalarınızı konkretləşdirməyi, bəlkə də çoxdan düşündüyünüz o layihəni kağıza və ya rəqəmsal dünyaya köçürməyi məsləhət görür. İş yerində və ya ətrafınızda insanlar sizin o yaradıcı və fərqli baxış bucağınıza heyranlıqla baxacaqlar. Maliyyə baxımından bugün uğurlu bir xəbər ala və ya uzun müddətdir gözlədiyiniz bir ödənişin həllini görə bilərsiniz. Çalışın ki, bütün işlərinizi günün sonuna qədər yekunlaşdırıb, həftə sonuna tam rahat və xoşbəxt bir ruh halı ilə girəsiniz. Həftə sonu gəlib çatdıqda 27 iyun şənbə günü sizin o sosial, şəfqətli və insanlarla ünsiyyətdə olmağı sevən, mərhəmətli tərəfiniz tam gücü ilə oyanacaq. Şənbə gününü evdə keçirmək əvəzinə yaxın dostlarınızla bir araya gəlin, maraqlı bir film izləyin və ya heyvan dostlarınıza, ehtiyacı olanlara biraz sevgi və diqqət ayırın. İnsanlarla edəcəyiniz intellektual mübadilələr, yumor və səmimiyyət dolu söhbətlər zehninizi tamamilə yeniləyəcək. Daxil olduğunuz hər mühitdə o sakit, lakin dərin xarizmanızla heyranlıq toplayacaqsınız. Uzun müddətdir məşğul olmadığınız bir hobbinizə, rəqsə, musiqiyə və ya yazmağa vaxt ayırmaq sizə daxili bir rahatlıq bəxş edəcək. Özünüzü necə ifadə etsəniz, o sizin ruhunuzu qidalandıracaq. Həftənin son günü olan 28 iyun bazar günü isə kainat sizdən tam bir sakitlik, mütləq istirahət və mənəvi yenilənmə tələb edir. Bütün həftənin gətirdiyi o emosional və zehni yükü, iş gərginliyini tamamilə unuda bilmək üçün bugün rəqəmsal dünyadan, telefonunuzdan, sosial şəbəkələrin yorucu axınından mütləq uzaqlaşmalısınız. Bazar gününü tamamilə təbiətlə, su ilə bağ qurmağa ayırın, dəniz, göl və ya sadəcə evinizdə su olan bir mühitdə zaman keçirmək, ruhunuzu təmizləmək üçün ən yaxşı yoldur. Ötən həftə ərzində yaşadığınız hər bir hadisəni, qazandığınız təcrübələri daxilinizdə sakitcə analiz edin. Görəcəksiniz ki, hər bir çətinlik aslında sizin ruhunuzu biraz daha böyüdüb. Özünüzə inanın, qəlbinizin o dərin və işıqlı dünyasına güvənin və hər yeni günə böyük bir şükürlə, coşğuyla addımlamağa davam edin. İşıqlı, sevgi dolu, bol ilhamlı və xəyallarınızla dolu bir həftə keçirməyiniz diləyilə.